sualı verəndə bir baxın görün necə verirsiniz və kimə verirsiniz sualı. Siz, sən evdə qalasan, bu oğlana get. Yəni bu cümlə normal cümlə deyil. Bunu da parodiya kimi eləyirsiniz, qoyursunuz TikToka, Instagrama. Bizim ailələrimiz baxır, Cahangirin də ailəsi baxır, mənim də ailəm baxır və biz xanəndəyik. Bizim o cürə ustadlarımız var. Bizi təhqir, tənqid eləməyinizə ehtiyac yoxdur. Dəvət eləyəndə baxın görün kimi dəvət eləyirsiniz. Həqiqətən o kimə də qədər. hansı sözü deyirsin? Hə, sən belə getsə evdə qalasan. Atam başıma dönüm, mənim 2 uşağım var. Mənim atam, anam baxır bu efirə. Yəni ayıbdır. Mikailin efirə mən neçə ildir çıxıram. Bir dəfə olsun, sən mənə aləmlə bağlı, şəxsimlə bağlı bir sual verməmsən. Sualın da sual təhəri var. Verəndə bir baxın görün nə cür sual verirsiniz. Ayıbdır. Belə şeylər eləməyin. Və mən bildiyimə görə buna görə də böyük narazılıqlar yaşanır. Əlbəttə ki, mənim evimdəkilər də narahatdır. Deyir, efirə çıxma. Mən niyə TikTokda tanınmalıyam? Mən niyə? O cürə mənim təhsilim var, ustadlarımız var bizim. Yəni ayıbdır. Çağırırsınız, yaxşı eləyirsiniz. Efirinizə çağıranda bir baxın görün nə sual verirsiniz. Evdə qalasın. Bir ayıbdır. Sən tanıyırsan məni, bilirsən mən kiməm. Mən kimlərin yəni yanında təhsil almışam. Bizə gündəm lazım deyil. Bizə gündəm həqiqətən Mübariz müəllim, mənə gündəm lazım deyil.